Studiyamızın qonağı siyasi şərhçi Rəşad Bayramovla təhlillərimiz olacaq və Rəşad bəyin masamızın ətrafına dəvət edirik. Rəşad bəy, xoş gəlmişsiniz, xoş gördük sizi. Xoş gördük. Rəşad bəy, ilk sualım ondan ibarət olacaq ki, nə oldu, nəyə görə İstanbulu bəyənmədi İran, Omana keçirmək istədi danışıqları? Halbuki Araqçının elə ötən həftə ərzində İstanbula səfəri olmuşdu. Yəni, Türkiyə səfəri çərçivəsində önəmli görüşlər də keçirilmişdi. Hətta biz gördük, Türkiyədən önəmli açıqlamalar gəldi, Erdoğanın Trampa təklifi gəldi. Daha çox Ankaranın fəallığını müşahidə eləyirdi. Yəni, İran nəyə görə belə bir son dəqiqə yer dəyişikliyinə getdi? Əslində təklif Türkiyə tərəfindən irəli olunmuşdu. Bilirik ki, Prezident Erdoğanın Trampla və eləcə də İran rəhbərliyi ilə danışıqların nəticəsində belə bir üçlü görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Sonradan bildirildi ki, bu görüşdə bir sıra ərəb ölkələri və müsəlman ölkələrində müşahidəsi qismində iştirakı nəzərdə tutulur və indi İran böyük format istəmədiyini əsas gətirərək faktiki olaraq prosesdən Türkiyədə keçirilməsinin əleyhinə mövqe ortaya qoyub. Yəni, digər xarici işlər nazirlərinin iştirakını istəmədiyi üçün? Yəni, iki tərəfli ancaq danışıqlar istədiyi üçün, amma mən düşünmürəm ki, bu əsas səbəb olsun. Çünki eyni məsələ Türkiyə rəhbərliyinin də diqqətinə çatdırılsaydı və görüşün ancaq iki tərəfli formada keçirilməsinin vacibliyi və yaxud da bunun qəbul olunması qeyd olunsaydı, Türkiyə çox məmnuniyyətli o platformanı iki tərəf üçün də yaradardı. Deməli ki, Türkiyədə görüşün keçirilməməsinin başqa alt səbəbləri var. Bəlkə də Türkiyədə Türkiyə özü israrla hansısa bir irəliləyişini əldə edilməsini istəyir. İran da irəliləyiş istəmir. Çünki Omanla bağlı öncəsində bir təcrübə var. Heç də müsbət irəliləyişlər olmamışdı. Burada məsələ belədir. Birinci məsələ ondan ibarətdir ki, Türkiyə hər nə qədər neytral bir platforma olsa da, amma bir NATO ölkəsidir və o baxımdan Amerika Birləşmiş Ştatları ilə eyni hərbi alyansda təmsil olunan bir ölkədir. İkinci bir tərəfdən Türkiyənin regional nüfuzu durmadan artır. Bu Suriya platformasında, Cənubi Qafqaz platformasında, ümumiyyətlə Türk dünyası kontekstində bu nüfus hər gün, hər keçən gün artır və regional lider statusu da İranın maraqlarına cavab vermir, Türkiyənin regional lider statusu. Və təbii ki, indi Amerika Birləşmiş Ştatları ilə kritik bir danışıqların Türkiyənin ev sahibliyi ilə keçirilməsi bu və ya digər şəkildə həmin ölkənin, yəni Türkiyənin nüfuzunun daha da artmasına yatırıb çıxara bilərdi. İran kimi ölkələrdə diplomatik sferada danışıqların harda baş tutması, kimin vasitəsilə baş tutması, kimin evində oturub söhbətin aparılması olduqca əhəmiyyətli mesajlar verir əslində öz-özlüyünə və İran da bütün bu sadaladıqlarıma görə faktiki olaraq Türkiyənin nüfuzunun daha da artması, çəkisinin daha da artmasını istəmədiyinə görə tamamilə neytral, zəif, liderlik iddiası olmayan və uzun illərdir ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında istər açıq, istər gizli danışıqlara faktiki olaraq ev sahibliyi edən bir tərəf kimi ortaya çıxdı. Təbii ki, burada mən deməzdim ki, İran danışıqlardan bu və digər şəkildə nəyinsə əldə olunmasını istəmir. Yox, çünki hər iki tərəf, həm Amerika Birləşmiş Ştatları, həm də İran faktiki olaraq müharibənin baş verməməsini istəyirlər. Hər ikisinin özünün arqumentləri var. İran tərəfinin təbiidir, yəni bu müharibənin istəməməsi. Çünki Amerika Birləşmiş Ştatları kimi bir gücə qarşı dayanmaq ehtimalı yoxdur İranın. Amerika Birləşmiş Ştatları isə bir sıra səbəblərə görə, yəni həm əlavə maliyyə etkisi, həm müharibənin regional səviyyədə digər ölkələrə sıçraması, eləcə də Oman boğazının bağlanma ehtimalı və digər bir sıra məsələlərə görə təbii ki, eskalasiyada maraqlı deyil. Amma məsələ burasındadır ki, bu və ya digər şəkildə hansısa formada İranın mütləq şəkildə addımlar atmasını tələb eləyir. Yəni, əks halda Amerika Birləşmiş Ştatlarının geri çəkilmə ilə bağlı hər hansı bir artıq yeri qalmır. Yəni, müdaxilə ehtimalları məcburi olacaq. O baxımdan hər iki ölkə təbii ki, istəmir eskalasiyanı. Amma yenə deyirəm, burada İran tərəfinin bundan sonra atacağı addımlardan çox şey asılı olacaq. Yəni, söhbət əgər həqiqətən də informasiya verildiyi kimi yalnız ancaq nüvə proqramı əsasında aparılması danışıqların nəzərdə tutulubsa və Amerika Birləşmiş Ştatları həqiqətən də artıq ballistik raket sistemləri ilə bağlı, belə deyək, təkid etmirlərsə,
İranın o sistemləri dayandırılması ilə bağlı təkid etmirlərsə və danışıq ancaq nüvə proqramı ilə bağlı olacaqsa, bu əslində artıq Amerika Birləşmiş Ştatlarının müəyyən güzəşt mövqeyi ortaya qoyduğunun göstəricisidir. Çünki biz keçən dəfə də dedim mən, yəni tələblər var, əsas 4 tələb var. Onlardan ancaq birinin belə özünün müsbət mənada həllini tapması bu gün Amerika Birləşmiş Ştatlarını böyük ölçüdə o güc tətbiq etməkdən çəkindirə bilər. Və burada maraqlı bir detal var. Pakistanın proseslərə qoşulması. Elə sualım da o yöndə olacaq da. Pakistandan gələn açıqlama çox bir qədər maraqlı idi. Xüsusi önəm verilir, deyilir. Yəni bu da əslində danışıqların məhz nüvə proqramı ətrafında baş verəcəyinin işarəsidir. Pakistan yəni Pakistana ötürülür, Pakistan nüvə dövləti olan yeganə, nüvə silahı olan yeganə müsəlman dövlətidir. Bu və digər şəkildə indiyə qədər əlində olan resurslardan hər hansı bir tərəfin narahatçılıq duymayacağı kimi istifadə etməyi bacarıb. Yəni heç kim, məsələn Şimali Koreya kimi Pakistan əlində niyə nüvə silahı var deyib narahat olmur. O baxımdan hər bir ehtimalı burada nəzərə almaq mümkündür. Yəni zənginləşdirilmiş uranın Pakistanda saxlanılması məsələsi ola bilər və yaxud da Pakistanın İran ərazisində bir konsorsium yaradaraq nüvənin dinc məqsədlər üçün zənginləşdirilməsi prosesinə rəhbərlik etməsi və yaxud da nəzarətdə saxlaması belə bir mexanizm də yaradıla bilər. Ola bilər. Yəni müxtəlif məsələlər ola bilər, amma Pakistanın orada sırf Pakistanın iştirakı təbii ki birbaşa nüvə məsələsi ilə bağlıdır. Yəni burada Pakistanın belə deyək İran və Amerika Birləşmiş Ştatları arasında hər hansı bir vasitəçilik missiyasından təbii ki söhbət gedə bilməz. Çünki yenə deyirəm, daha neytral və daha güclü artıq yəni vasitəçilər. Onda belə deyək, vasitəçilərlə olan danışıqlarda bir razılıq əldə olunub. Yəni Pakistanın olması çox böyük ehtimalla bəli, bu razılıq var ki, Pakistan bu və ya digər şəkildə proseslərdə iştirak eləsin və yenə deyirəm, Pakistanın iştirakı təsdiqlənərsə, demək ki, artıq məsələnin ancaq nüvə danışıqları ilə bağlı olması, yəni əvvəlki 4 tələbin heç də hamısı üzərində Amerika Birləşmiş Ştatlarının ciddi şəkildə təkid etməyəcəyi ilə bağlı bir məsələ ortada var. Amma İran tərəfi isə deyir ki, biz 20%-ə qədər saflaşdırmağa enə bilərik. Güzəştimiz bu ola bilər. İndi biz razılıq var ki, belə bir iştirak da var deyə danışırıq. Bu arada məhz Pakistan Xarici İşlər Nazirliyinə açıqlama gəlib. Bu artıq təsdiq deyə bilərik, təsdiq olunan bir məqamdır deyə bilərik. Amerika onda bu güzəştə gedirmi İran üçün 20%-ə qədər saflaşdırmaya? Prinsip etibarilə 20%-lik saflaşdırılmış uran nüvə silahının hazırlanması üçün yetərli qədər zənginləşdirmə demək deyil. Yəni bu dinc məqsədlər üçün istifadə üçün yetərli bir əslində kvotadır. Amma yenə deyirəm, burada müvafiq qarantiyaların olması lazımdır. Yəni kim qarantiya verir ki, İran sabahları həqiqətən də 20% həzmində bunu zənginləşdirəcək. Yəni bu o deməkdir ki, buna bir beynəlxalq nəzarətin təmin olunması həyata keçirilməlidir və bu da əslində Amerika Birləşmiş Ştatlarının 12 günlük müharibədən öncə belə irəli sürdüyü tələb idi ki, bir beynəlxalq konsorsium yaranır. Konsorsiumun tərkibində Amerika Birləşmiş Ştatları, Ərəb ölkələri və digərləri də, yəni İranla razılaşdırılmış şəkildə bir MQT Avropa ölkələrinin təmsilçilərindən ibarət bir konsorsium yaranır və nəticə etibarilə o konsorsium doğrudan da İran ərazisində nüvənin ancaq dinc məqsədlər üçün zənginləşdirilməsinə xidmət eləyəcək prosesin həyata keçirilməsinə nəzarət eləyir ümumi fonda. Yəni bu baş verərsə, düşünürəm ki, artıq tərəflərin hər biri bu və digər şəkildə prosesdən udaraq ayrılmaq imkanı əldə edəcək. Bu günləri hər iki tərəfin istəyi həqiqətən də eskalasiya getməməkdirsə, həqiqətən də müharibənin baş verməsi və ayrılığın böyüməsinin qarşısını almaqdırsa, o zaman İran məcbur şəkildə bunu etməlidir. Yəni buna razılıq verməlidir. Yox, davamlı şəkildə mən heç bir güzəştə etməyəcəyəm. Nüvə proqramı İranın özünün daxili işidir, bu İranın suveren hüququdur və s. kimi məsələlər ortada olacaqsa, təbii ki, o zaman müdaxilə də qaçılmaz olacaq. Amma bütün bunların fonunda İranın da, belə deyək, dinc dayanmağı zəruridir. Yəni, bu günləri dronlarını və yaxud da katerlərini Amerika Birləşmiş Ştatlarının o Hürmüz ərazisində dayanan gəmisinə doğru sən yönləndirirsənsə, sən faktiki olaraq arı yuvasına çöp uzatmış olursan. O zaman sual ortaya çıxır ki, sən həqiqətən də danışıqlarda maraqlısansa, o zaman niyə
bu insidentləri meydana yatırırsan. Çünki hər bir xırda insidentin arxasında çox böyük bir təhlükə dayana bilər. Yəni, Amerika Birləşmiş Ştatları çox rahat şəkildə o dronu zərərsizləşdirəndən sonra biraz da dərinə gedib artıq hərbi əməliyyatlara da başlaya bilərdi və bunu maraqlı hücum bir kimi açıqlama da təqdim edir. gəldi sonra İrandan. Deyir ki, vurulana qədər bizə məlumatları ötürmüşlər artıq. Yəni ki, biz faktiki olaraq kəşfiyyat dronu buraxmışdıq və nəzarət eləyirdik və s. və ilaxı. Yəni, bu açıq şəkildə də yumuşatmaq istəmirlər, əksinə. Məsələn, problem ondadır. Yəni, bu günləri baxın, nə baş verir? Prinsip etibarilə, indi ki, danışıqlar gedəcək və burada kim iştirak edir İran tərəfindən? İranın Xarici İşlər Naziri. Yəni, dini hakimiyyətin təmsilçisi yox, seçilmiş hakimiyyətin təmsilçisi, Pezeşkiyanın təyin etdiyi şəxs danışıqlarda iştirak edir. Və bu günləri paralel olaraq Sepah kimi, digər hərbi strukturların nümayəndələri kimi ayrı-ayrı birliklərin müharibəni baş verə biləcək, yəni insidentləri ortaya qoyması, bu o deməkdir ki, İran ərazisində bu gün Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparılmasını istəyən və istəməyən qüvvələr var. Yəni, Pezeşkiyan və onun komandası təbii ki, bu müharibədən qaçmaq, Amerika Birləşmiş Ştatları ilə bu və ya digər şəkildə ortaq məxrəcə gəlmək üçün faktiki olaraq fəaliyyət ortaya qoyur. Pezeşkiyan prezident seçkiləri kampaniyasında da demişdi ki, İran nüvə proqramına qayıtmalıdır, nüvə sazişi ilə bağlı Amerika ilə danışıqlar aparılmalıdır. Bunu hələ seçkidən öncə də deyirdi da Pezeşkiyan. Amma indi bu hadisələr də onu göstərir ki, İranda o mühafizəkar qanat və hərbi strukturlara rəhbəri eləyən qanat hər hansı bir danışıqlarda maraqlı deyil və hətta müharibə istəyəcək səviyyəyə qədər belə gedib çıxmağa hazırdırlar. Çünki bilirsiniz, indiyə qədər İranda biz deyirik, sanksiyalar səbəbi ilə İran batdı, İran nə oldu? İran neftini kifayət qədər yenə də həcmdə onsuz da satır. Və bu günləri İran büdcəsinin 67-68% neftdən əldə olunan gəlir hesabına formalaşır. Yəni, bütün bunların fonunda xalqın ac qalmasının səbəbi əslində o həmin qrupların həmin maliyyəni faktiki olaraq özününkiləşdirilməsidir. Yəni, bu günləri ayrı-ayrı sahələrdə monopoliyalar, neftdən gələn gəlirlərin düzgün bölüşdürülməməsi və s. nəticə etibarilə həmin komandanı daha da harınlaşdırıb, daha da varlaşdırıb və bu günləri müharibəyə də onlar əslində yeni maliyyə imkanları əldə etmək kimi baxırlar. Yəni, hər bir müharibədə müəyyən elitanın varlanma imkanları var və bu günləri İranda o dini hakimiyyətin hərbi qolları faktiki olaraq məhz o mənada danışıqların baş tutmamasında belə deyərdim ki, maraqlıdırlar. O baxımdan paralel şəkildə bir tərəfin danışıq istəyi fonunda, digər tərəfində bayaq dediyim kimi münaqişə yarada biləcək, müharibəni alovlandıra biləcək addımlar atması məhz onun göstəricisidir ki, İran daxilində bu məsələdə fikir ayrılıqları mövcuddur. Rəşad bəy, ABŞ prezidenti Donald Trump'ın da bir danışıqlarla bağlı açıqlaması vardı. Dəyərli izləyicilər, məhz 47-ci lider önəmli açıqlamalar verdi Amerika Birləşmiş Ştatlarının İranla olan danışıqları ilə əlaqədar. Həmin o açıqlamanı izləyək, daha sonra təhlillərlə davam edəcəyik. İran tərəfinin razılaşma əldə etmək niyyətinə gəldikdə onlar nəyəsə nail olmaq istəyirlər. Görək bu baş tutacaqmı? Bir müddət əvvəl İslam Respublikası üçün fürsət mövcud olub, lakin bundan istifadə etməyib. Bu baş vermədi və biz İrana qarşı gecə yarısı çəkici adlı hərbi əməliyyatı həyata keçirdik. Düşünmürəm ki, onlar bunun təkrarlanmasını istəsinlər. Tehran danışıqlar aparmaq istəyir. Rəşad bəy deyir ki, Tehran danışıqlar aparmaq istəyir. Danışıqlar aparmaq istəyənin də hazırki hakimiyyət olduğunu biz qeyd etdik. Yəni ki, seçilmiş hakimiyyətdən söhbət gedir. Müəyyən maneələr yaradırlar. Elə şahid dronunun göndərilməsi, daha sonrasında gələn açıqlamalar da buna hesablanıb qeyd edirsiniz. Artıq fevralın 6-sı, yəni belə deyək 2 gün sonra danışıqlar olacaq. O dönəmə qədər biz yeni addımların şahid ola bilərikmi o danışıqları istəməyən tərəfdən? Hər şey ola bilər. Yəni baxın, Trump'ın da əslində dediyi, bayaq mən dediyim məsələ idi. Doğrudan da o pəncərə yaradılmışdı İran üçün. O imkanlar yaradılmışdı 12 günlük müharibədən öncə. Dediyim kimi, çox rahat şərtlərlə o konsorsiumun yaradılması ilə problemi yoluna qoymaq mümkün idi. Onda da yenə də fikir ayrılıqları oldu. Yəni biz geriyə qayıdıb həmin vaxt İran daxilində bəyanatlara fikir versək, Pezeşkiyan timsalında islahatçılar müvafiq olaraq danışıqlar
danışıqların vacibliyini ortaya qoydular. Amma Xomeneyinin də timsalında mühafizəkarlar hər hansı bir danışığın baş tutmayacağı ilə bağlı bəyanatlarından çıxış elədilər və nəticə etibarilə təbii ki, Xomeyni və tərəfdarlarının mövqeyi daha üstün oldu. Çünki hakimiyyət faktiki olaraq onların əlindədir. İndi də ayın 6-sına elə bir şey qalmayıb. Təbii ki, yenə də bu cür hadisələrin baş vermə ehtimalı var. Yəni bu insidentlərin baş vermə ehtimalı var. Amma düşünürəm ki, bayaq qeyd etdiyim səbəblər ucbatından, yəni Amerika Birləşmiş Ştatlarının özünün də belə deyək, eskalasiyada maraqlı olmaması səbəbi ilə bu insidentlər böyük ölçüdə Amerika Birləşmiş Ştatları tərəfindən göz ardına alınacaq. Yəni təbii ki, cavab veriləcək, dron uçudulacaqsa vurulacaq, kater yaxınlaşacaqsa məhv ediləcək, amma bunun müqabilində birbaşa İran ərazisinə hərbi zərbələrin endirilməsi hələ ki, danışıqlar prosesinə qədər belə deyək, inandırıcı görünmür. Yəqin ki, bütün bu qərarlar danışıqların nəticəsindən asılı olaraq veriləcək. Əgər İran tərəfi konkret olaraq bu tələblərin icrası istiqamətində addım atacaqsa, o zaman problem böyük ölçüdə aradan qaldırılmış olacaq. Yox, əgər orada əldə olunan razılaşmalardan sonra belə İran daxilində müvafiq mühafizəkar qanat əldə olunan razılaşmaları belə heçə sayaraq, yenə də mövqe ortaya qoymuş olacaqsa, o zaman paralel şəkildə həm daxildə parçalanma fonunda, həm xalqla onsuz da hakimiyyət arasında yaradılan böyük uçurum fonunda xarici müdaxilə də qaçılmaz olacaq. Və baş verə biləcək hansısa bir razılıq, əldə oluna biləcək hansısa bir razılıqdan danışırsınız. Deyək ki, alınmadı. Amerika Birləşmiş Ştatları necə ki, bu şahid dronu ilə bağlı daha aydın bir yanaşma ortaya qoydu. Yəni, nəzərə almadan danışıqlar yolunu, diyaloq yolunu tutdu. Növbəti dəfə də bir müsbət razılıq əldə edildikdən sonra yenidən Amerika Birləşmiş Ştatları İranın o dini tərəfdən, mühafizəkar hakimiyyətdən gələn açıqlamalar, addımları qəbul etməyərəkdən indiki istiqamətlə, yəni Araqçı, Prezident Pezeşkiyanla danışıqları davam etdirdi. Növbəti mərhələdə digər proseslərlə bağlı, digər tələblərlə bağlı da danışıqlar davam elə bilərmi? Yenidən İrandan biz digər güzəştləri də görə bilərik. Çünki onlar da önəmli güzəştlərdir. Raket proqramı məsələsi, proksilərlə münasibətlər, daxildəki bu etirazçılarla münasibətlər, bunlar da çox önəmlidir. Baxın, təbii ki, bir razılaşmanın əldə olunması böyük ölçüdə digər məsələlərlə bağlı rahat oturub danışmaq imkanı verir. Yəni, bu günləri İranın istəyi əgər sanksiyaların aradan götürülməsi, İranın sərbəst şəkildə öz iqtisadiyyatını inkişaf etdirməsidirsə, təbii ki, bunun fonunda ondan əlavə şeylər tələb olunacaq. Məsələn, proksi qüvvələrin maliyyələşdirilməsinin tamamilə dayandırılması istiqamətində. Yəni, mən sənə o imkanı yaradıramsa, sən belə deyək, sanksiyaları götürürəmsə, sən gəlirlər əldə edirsənsə, sən indi əldə etdiyin gəlirlərin böyük əksəriyyətini həmin proksi qüvvələrə xərcləyib, yenə də mənim üzərimə onları qaldırırsansa, təbii ki, baş tutan bir şey deyil. O baxımdan, təbii ki, bir razılığın əldə olunmasından sonra növbəti proseslər, növbəti mərhələlər başlayacaq. Amma artıq hər kəs razılaşır ki, İran bundan sonra indiki kimi bir İran olmayacaq. İstəyir danışıqlar baş tutsun, istəyir danışıqlar baş tutmasın. Danışıqlar baş tutsa belə əvvəlki İran olmayacaq, baş tutmasa belə əvvəlki İran olmayacaq. Yəni, bundan sonra daxildə, belə deyək, biz etirazların daha da şiddətlənməsinə də şahidlik eləyəcəyik. Dini hakimiyyətlə seçkili qurumlar arasında fikir ayrılıqlarına da şahidlik eləyəcəyik. Yəni, İranın əvvəlki qaydada idarə olunması artıq heç kim tərəfindən və o cümlədən də İran xalqı tərəfindən qəbul olunmur. Çox sağ olun, Rəşad. Təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz, önəmli təhlillər.